Efirdə otururam, ağıllı danışıram. Çıxanda görürəm ki, heç bir səsimi verməyiblər. Tərbiyədən başqa hər şeydən danışanların səsini kəsmirlər. Hamısını efirə verirlər. Anasını döyən, arvadından küsən, ərini dəyişən, kiminsə ailəsini dağıdan. Soruşuram ki, niyə səsimi kəsmisiniz? Deyirlər ki, kəsdilər. Efirdə belə şey olmaz. Bu sözləri əməkdar artist Elza Seyidcihan Hər Şey Şünas YouTube layihəsində deyib. Müğənni verilişdə mikrofonunun söndürülməsindən danışıb. Sual verirsən, adam kimi danışıram. Səsimi niyə kəsirsiniz? Ağıllı danışanları bəzi verilişlər efirə vermir. Elə bil ki, bilərəkdən edirlər. Kamera arxasında deyirlər, siz dahisiniz, gözəlsiniz. Deyirlər, sual verəndə diplomatik olun. Mən aferist, tərbiyəsiz ola bilmərəm. Məni yalvara-yalvara efirə gətirir, sonra başqa sual verirsiniz. Son günlər qərar vermişəm ki, verilişlərə getməyim. Bəzi aparıcıları çox istəyirəm, amma verilişində başqa cür olurlar. Deyir, meymun suda batanda balasını da ayağının altında basıb öldürür. Bəziləri sponsora görə əqidələrini satır. Satmadıqları nəsə qalmayıb. İncəsənətini satan vətənini də satar.